Hello everyone. Salam herkese. Bugünkü dersimiz 7. sınıf dersliyindendir. Unit 5, Lesson Grammar B. Bölme 5, ders Gramatika B. Exercise 1, tapşırık 1. Read Jessica's email to Layla and answer the questions. Jessica'nın Leyla'ya olan e-mailini okuyun ve sualı cevaplandırın. Choose A, B or C. A, B, C variantlarından birini seçin. Why is Jessica write this email to Layla? Niye Jessica bu e-maili Leyla'ya yazıb? Biz bu sualın cevabını bilməyimiz üçün ilk öncə mətni oxuyaq, daha sonra sualı cavablandıraq. Dear Layla, əziz Leyla, hope you are doing well. Ümid edirəm ki, yaxşısan. Do you remember me? Məni xatırlayırsan? We met at Nick's birthday party last week. Keçən həftə biz Nick'in ad günü qonaqlığında tanış olduq. I want to become friends with you. Mən səninlə dost olmaq istəyirəm. You know I am living in Baku now and I don't have any friends here. Sən bilirsən, mən indi Bakıda yaşayıram və burada dostum yoxdur. Nick says you are a fun-loving person. Nick deyir ki, sən əyləncəli birisən. If we become friends, we will have a lot of fun together. Əgər biz dost olsaq, biz birlikdə çox əylənəcəyik. Nick also says you love watching comedy films. Nick həmçinin deyir ki, sən əyləncəli, gülməli filmləri sevirsən. I like them too. Mən də sevirəm. If we become friends, we will watch them together at the cinema. Əgər biz dost olsaq, biz kinoteatrda onlara baxarıq. Yəni, komedi filmlərinə baxarıq. If I have free time, tomorrow I will write again. Əgər sabah vaxtım olsa, yenidən yazacağam. Please write back to me. Best Jessica. Zəhmət olmasa, mənə yaz. Əziz Jessica. Yəni, bu formada uşaqlar tərcümə etdikdən sonra biz sualı cavablandıra bilərik. İndi isə gəlin suallara baxaq. She wants to invite her to a party. O istəyirdi ki, onu qonaqlığa dəvət etsin. Yəni, Jessica istəyirdi ki, Leyla'nı qonaqlığa dəvət etsin. Bu səhvdir. She wants to tell her about her friends. O istəyirdi ki, Leyla'ya öz dostları haqqında desin. Təbii ki, bu da yanlışdır. Dost olmaq istəyirdi onlar. C varianta baxaraq, she wants to become friends with her. Onunla dost olmaq istəyirdi. Yəni, biz burada C variantını seçirik. İndi isə bizim burada qrammatika hissəmiz var. First conditional. Biz birinci şərti cümləni gələcəkdə baş verməsi mümkün olan hadisələrdə istifadə edirik. Yəni, uşaqlar, baş verməsi mümkün olan, yəni ola biləcək hərəkətlərdən söhbət gedir. Bu zaman budaq cümlə if üzərinə gəlir present simple, yəni ifdən sonra indiki zaman. Əsas cümlə isə gələcək zamanda olur, yəni future simple-da olur. Buna diqqət edirik. Məsələn, if we become friends, we will have a lot of together. Əgər biz dost olsaq, biz birlikdə çox əylənəcəyik. Yəni bizim budaq cümləmiz if-lə olan cümləmizdir və indiki sadə zamanda olur. Digər cümləmiz isə əsas cümləmizdir və gələcək zamanda olur. Bunlara nəzər salmalıyıq. Yəni, baş verməsi böyük ehtimalla, çox güman ki, olduqda biz birinci şərti budaq cümləsindən istifadə edirik. Burada bizə uşaqlar qeyd də verib ona nəzər salmalıyıq. Pay attention to the punctuation. Yəni, durğu işarələrinə diqqət edin. If I go there tomorrow, I will meet my friends. Əgər mən sabah ora getsəm, dostlarımla görüşəcəm. Yəni, uşaqlar, if, yəni budaq cümləmiz, cümlənin əvvəlində gəldikdə biz vergüllə istifadə edəcəyik. Amma I will meet my friends if I go there tomorrow. Mən ora getsəm, dostlarımla görüşəcəm. Yəni, if cümlənin ortasında gələrsə, vergülə ehtiyac olmur. Buna diqqət edirsiniz, uşaqlar. Bir daha təkrar edirəm. If cümlənin başında gəldikdə, biz zaman biz vergüldən istifadə edirik. Amma ortasında gəldikdə vergülə ehtiyac olmur. Ona görə burada bildirilir ki, durğu işarələrinə diqqət edin.
Bir daha təkrar edirəm. Birinci şərti budaq cümlədə biz if olan tərəfi indiki zamanda, digərində isə, yəni əsas cümləmizdə isə biz gələcək zamandan istifadə edirik. Təbii ki, bu sıfır budaq cümləsindən fərqlənir. Sıfırda hər iki tərəf indiki sadə zamanda idi. Yəni əsas cümlədə, budaq cümlədə indiki sadə zamanda idi. Amma birinci budaq cümləmizdə, yəni birinci şərti cümləmizdə isə uşaqlar bizim if olan tərəf indiki zamanda, əsas cümləmiz isə bizim, bilirsiniz ki, əsas və budaq cümlə olur. Əsas cümləmiz isə bizim gələcək zamanda olur. Bunu əsas budaq olduğunu necə ayırd edə bilərik? Yəni if olan tərəf budaq, digər tərəf isə gələcək zamanda, yəni əsas cümləmiz isə gələcək zamanda istifadə olunur. Keçək növbəti səhifəyə. Read the conversation in task 1 again and find other examples of first condition. Birinci tekstdəki cümlələri oxuyun və birinci şərtə cümləyə uyğun olaraq nümunələr tapın. Mən burada bir neçəsini qeyd etmişəm. Təbii ki, digərlərini siz özünüzdə qeyd edə bilərsiniz. If we become friends, I will have a lot of fun together. Əgər biz dost olsaq, biz birlikdə çox əylənəcəyik. İkinci cümləmiz we become friends, we will watch them together at the cinema. Əgər biz dost olsaq, biz onları kinoteatrda baxa bilərik. Üçüncü, if I have free time, tomorrow I will write again. Əgər sabah vaxtım olsa, yenidən yazacağam. Əgər fikir verdinizsə, uşaqlar, hər üç cümlə vergüllə ayrılıb, çünki if cümlənin önündə gəlib. Və keçək üçüncü tapşırığımıza. Listen to the telephone conversation between Leyla and Jessica and compose a sentence. Jessica və Leyla arasındakı olan söhbəti dinləyin və cümlələri tamamlayın. İlk öncə dinləyək, daha sonra tamamlayaq. Track 24. Hi Jessica, it's Layla. How are you? Hi Layla, I'm fine, thanks. What about you? I'm very well, thanks. I got your email. I think we can become very good friends. I'm sure if we become friends, we'll have a great time. We can study or do sports together. That's great. Nick says you know math very well, but I'm not good at it. If we study together, I'll get better grades. That's a great idea. We can meet tomorrow and study math together. We'll meet in the library at 2 o'clock if you don't mind. That's okay with me. I'll call you tomorrow morning if I can't come. Okay. Gəlin tərcümə edək. Tərcümə etdikdən sonra cümlələri rahatlıqla tamamlayaq. Hi Jessica, it is Layla. How are you? Salam Jessica, Leyla'dır. Necəsən? Hi Layla, salam Layla. I am fine, thanks. Yaxşıyam, təşəkkürlər. What about you? Bəs sən? I am very well, thanks. Mən çox yaxşıyam, təşəkkürlər. I got your email. Mən sənin emailini əldə etdim. I think we can become very good friends. Mənim fikrimcə biz çox yaxşı dostlar olacağıq. I am sure if we become friends, we will have a great time. Mən əminəm ki, biz dost olsaq, yaxşı vaxt keçirəcəyik. We can study or do sports together. Biz bir yerdə oxuyub və ya idman edə bilərik. That's great. Möhtəşəmdir. Nick says you know math very well, but I am not good at it. Nick deyir ki, sən riyaziyyatda çox yaxşısan, amma mən o qədər də yaxşı deyiləm. If we study it together, I will get better grades. Əgər biz birlikdə oxusaq, mən yaxşı qiymətlər alaram. Yəni daha yaxşı qiymətlər alaram. That's a great idea. Bu əla fikirdir. We can meet tomorrow and study math together. Biz sabah görüşüb riyaziyyatı birlikdə oxuya bilərik. We will meet in the library at 2 o'clock if you don't mind. Əgər sənin üçün fərqi yoxdursa, biz sabah saat 2-də kitabxanada görüşək. That's okay with me. Mənim üçün yaxşıdır. I will call you tomorrow morning if I can't come. Əgər mən gələ bilməsəm, sabah səhər sənə zəng vuracam. Okay, yaxşı. İndi isə gəlin boşluqları tamamlayaq. Burada uşaqlar, if they become friends, they will study or
do sport together olmalıdır. Yəni, əgər onlar dost olsalar, birlikdə oxuyub və yaxud idman edəcəklər. Bu zaman do sports olacaq. 2-də, if Layla studies math with Jessica, she will get better grades. Əgər Leyla Jessica ilə riyaziyyatı öyrənsə, qiymətləri daha çox yaxşı olacaq, yəni daha yaxşı qiymətlər əldə edəcək. 3-də, Jessica will call Layla if she can't come. Yəni, məktəbə gələ bilməsə və yaxud da kitabxanaya gələ bilməsə, zəng vuracaq. Ona görə she can't come cümləsini, sözünü yerləşdiririk. Yəni, orada olan boşluqları tamamlamaq lazımdır, qısacası desək. Və baxırıq 4-cü tapşırığa. Match the two parts of each sentence and make them into one sentence using if, put if at the beginning or in the middle. Burada bizdən istənilir ki, uşaqlar, cümlənin əsas və ya budaq cümlə verilib bizə. Əgər başda qoymaq lazımdırsa, if-dən istifadə edərək başa yerləşdiririk və yaxud da ki, if-i cümlənin ortasına yerləşdiririk, tam cümlə halına gətiririk və bunları uyğunlaşdırmalıyıq. Onları nəzər salaq. Və burada nümunə verilib. If I see Nick, I will ask him to call you. Əgər mən Nick'i görsəm, ondan sənə zəng vurmasını xahiş edəcəm. If cümlənin əvvəlindədir və bundan sonra vergülə ehtiyac var. Və ikinci cümləyə baxaq. Daha doğrusu birinci, 0 bizə nümunə olaraq verilmişdi. You are honest. Sən səmimisən, dürüstsən. If you are honest, burada olacaq if olacaq. You will never tell lies. Sən heç vaxt yalan deməyəcəksən. Bu zaman C variantını yerləşdirəcək və if cümlənin əvvəlində gələcək. 2-də, you are lucky. Sən şanslısan. You will win the game. Sən oyunu udacaqsan. Bu zaman olacaq. If you are lucky, you will win the game. Əgər sən şanslısansa, oyunda qalib olacaqsan, bu zaman A variantı yerləşdiririk. A və C variantlarının üzərinə xətt çəkək, bizə rahat olması üçün. Daha sonra, I will not water the trees. Mən ağacları sulamayacağam. Bu zaman uşaqlar fikir verdirsə will-lə olan tərəfdir və bu zaman if cümlənin ortasında gələcək və olacaq if it rains tomorrow. Əgər sabah yağış yağacaqsa, mən ağacları sulamayacağam. Bu zaman C variantı yerləşdiririk. Daha sonra 4-ə baxırıq. We study hard və bu zaman uşaqlar indiki zamanda olduğuna görə olacaq. If we study hard olacaq. Əgər biz çox oxusaq, C variantı üstünə xətt çəkək ki, rahat olsun. The teacher will be angry. Müəllim əsəbləşəcək. We will do well in our exams. Biz imtahanlarımıza yaxşı olacağıq. Təbii ki, bu variant olar. Müəllim niyə əsəbləşsin? B variantını seçməliyik. Bu zaman D variantını seçəcəyik. Və if cümlənin əvvəlində gələcək. Ona nəzər salarsınız. 5-də baxırıq və bu zamanda gələcək zaman olmadığına görə, indiki zaman olduğuna görə diqqət edirik. If they are late, onlar geciksələr, dinin üstünə xətt çəkim ki, istifadə etmişik. Their teacher will be angry. Onların müəllimi əsəbləşəcək. Yəni, onlar dərsə geciksələr, müəllim əsəbləşəcək. Bu zaman B variantı seçirik. Son olaraq 6-ya baxırıq. Zaten bir variantımız qalıb E variantı. We will put on our coats. The weather is cold. Əgər hava soyuq olsa, biz gödəkçəmizi geyinəcəyik. Bu zaman E variantını yazırıq. Və yalnız uşaqlar burada diqqət etsək, 3-cü və 6-cı cümlələrdə biz if-i cümlənin ortasında istifadə etdik. Digər cümlələrdə isə indiki zamanda olduğuna görə if cümlənin əvvəlində olacaq. 5-ci tapşırığa baxırıq. Make a chain story in groups. Qrupda zəncirvari hekayə qurun. Yəni, hekayənin başlığını qoyurlar, ardıcılığını biz gətirməliyik. Məsələn, if my friends move to another country, I will miss him. Əgər mənim dostum başqa ölkəyə köçsə, mən onun üçün çox darıxacam. İkinci cümlə, if I miss him, I will often call him. Əgər darıxsam, ona tez-tez zəng vuracam. Üçüncü artıq, if
I often call him. Mən əgər ona tez-tez zəng vursam, necə olacaq uşaqlar? We won't miss each other. Yəni bir-birimiz üçün darıxmayacağıq əgər tez-tez ona zəng vursam. Yəni bunu şagirdlər formasına bölürsüz. Hərəsi bir cümlənin ardını götürür. Bir nümunə olaraq mən yazmışam. Use one of the chain story starts below. Yəni bu mövzulardan birini götürürsüz. Bu cümlələrdən ardıcıllığını digər uşaqlar tamamlayır. Nümunə olaraq yazmışam. If you are an honest friend, əgər sən səmimi bir dost olsan, nə olacaq? Onu yazırıq. You will have many friends. Əgər sən səmimi bir dostsansa, çoxlu dostun olacaq. If you have many friends, you will share many feelings with them. Əgər çoxlu dostun olsa, onlarla çox hisslərini paylaşacaqsan. Yəni düşüncələrini, hisslərini paylaşa biləcəksən. If you are sharing many feelings with them, you will be very close friends. Əgər çox hisslərinizi bir-birinizlə paylaşsaz, yəni onlarla paylaşsan, yaxın dost olacaqsan. Yəni ardıcıllıq olaraq hərəkətləri bu formada tənzimləyirik. Yəni bir cümlə deyirik, cümlənin ardıcıl olaraq hər kəs öz fikrini bildirir. Digər nümunələri də özünüz qeyd edəcəksiniz. If my friend stops talking with me, əgər mənim dostum mənimlə danışmağı dayandırsa, nə baş verəcək? Siz onu cümləyə uyğun yazacaqsınız. Üçüncü olaraq, if I have reliable friend, əgər mənim etibarlı dostum olsa, cümləni tamamlayacaqsınız nümunəyə uyğun olaraq. Son olaraq, if I become friends with a famous person, əgər məşhur biri ilə dost olsam və nələr baş verəcək? 3 cümlə olaraq if-dən istifadə edərək yazacaqsınız. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.